Qızlar, uzun zamandır mənim kirpiklərim haqqında mesajlar gəlir. Xanımların çoxu, yazanlar bilir, soruşurlar. Gördüklərimə cavab verirəm. Elə olur ki, vaxtım olmur hamısına geri dönüş eləyim. Amma bilirsiniz ki, mən bir şeyi tam əmin olmadan, yoxlamadan onu paylaşmağı sevmirəm. Məni takip edənlər hamısı bilir ki, mən əmin olmalıyam, güvən. Sizlər mənə güvənirsiniz deyə bunu həmişə təkrar edirəm. Ona görə bu mənim üçün böyük məsuliyyətdir və bu huyumu da seviyorum. Yalandan deyəməyəcəm. Samira, səsini al mən balam. Məsuliyyət daşıyıram. Mən artıq ikinci dəfədir ki, kirpiyə gedirəm Nigar xanımın yanına. Bir neçə dəfə paylaşmışam. Amma bir aydan çox da artıq getmişdim. O gün orada paylaşdım. Sonra heç bir paylaşım eləmədim. Nədən? Çünki gözlədim ki, baxın bu kirpik nə qədər uzun sürəcək də, nə qədər gedəcək, nə qədər gözəlliyini qoruyacaq. Çünki açıq deyim, mən 4-5 il əvvəl Türkiyədə bir dəfə əməkdaşlıqla ilgili getmişdim. Kirpiklərimi düzəltmişdilər. Bir həftə içində mənim kirpiklərim öz kirpiklərimdə töküldü və mən həqiqətən oturub ağladım. Bir də çəkilişə getmişdim, başqa bir çəkilişə, proqram çəkilişinə, orada. Elə bir axşamı mənim kirpiklərim töküldü, mən migrenim tutdu, pis haldaydım. Odur budur, mən artıq yaxlaşıq 5 ildir. Mən kirpik, heç ipək kirpik, nədir, heç nə, öz kirpiklərimi görürüz ki, cıqqılıdır, bir də cıqqılı sarı təyərdir, o da heç görünmür. Bibim qızının tövsiyəsi üzərinə o gedib Nigar xanımın yanına, çox bəyənib, Bakıda olanda. Mənə dedi ki, Nərgiz, get bir yoxla. Mən inanıram ki, sən bəyənəcəksən. Mən getdim Nigar xanımın yanına, bir dəfə elətdirdim, biraz seyrək elətdirdim, paylaşdım sizinlə də, məmnun qaldım. İkinci dəfə biraz bol elətdirdim də, o dolu-dolu, sıx-sıx. Onda da gözlədim, ona da dedim. Nigar xanıma dedim ki, bilirsiniz ki, mən çox əmin olmadan paylaşmağı sevmirəm. Dedi, Nərgiz xanım, mən öz işimə güvənirəm. Lazerlə eləyir də, qəribə adı nədir? Yəni, lazerlə o bitişdirir kirpikləri. Bir aydan çoxdur, nə qədər mesaj gəlir, kommentariyalarda yazırlar ki, Nərgiz xanım, kirpiklərinizi kim edib belə qəşəng görünür. Həqiqətən çox məmnun qaldığım üçün indi könül rahatlığı ilə sizinlə paylaşıram. Israrla da deyirəm, bax deyirəm. Sən vurursuz, yazırsınız Nigar xanıma, gün və saat alırsınız, gedirsiniz kirpiklərinizi qəşəng düzəltdirirsiniz. Sonra da mənə öpücük yollayırsınız. Əssalam. İndi mən inşallah yenə də gedəcəm. Amma çox həqiqətən kirpik, yəni mənim olmayan kirpiklərim bir aydan çoxdur. Baxın nə gözəl görünür. Hələ seyrəlir, get-gedə təbii ki tökülür də. Amma o hələ töküldüyünə rəğmən nə qədər qalıb. Baxın, xoş da görüntü verir. Heç nə tuş istifadə edirəm, nə bir şey. Daha da rahatam ki, onsuz da mən makiyaj çox sevmirəm. Zamanım olmur. Belə də çox rahatam. Belə. Öpürəm. Nigar xanımın hesabını, iş hesabını aşağıda indi etiketləyəcəm sizin üçün. Hesabını da takibə ala bilərsiniz. İzləmədə baxa bilərsiniz işlərinə. Sevirəm sizi. Öpürəm. Mən birazdan yenə hər zaman kimi dərsə başlayacağım. Bay bay.